Bu yaz bəzi bürclər üçün sözün əsl mənasında yeni başlanğıclar və böyük fürsətlərlə yadda qala bilər. Göy üzündəki enerji dəyişiklikləri bir çox insanın həyatına təsir etsə də, xüsusilə 3 bürc üçün bu dövr yaşıl işıq kimi qiymətləndirilir. Ulduzlar sanki bu bürclərə xüsusi diqqət ayırır və onların qarşısında yeni qapılar açır. İndi isə gəlin bu yazın ən şanslı bürclərinin hansı sahələrdə uğur qazana biləcəyinə daha ətraflı nəzər salaq. İlk olaraq Şir bürcündən başlayaq. Bu yaz Şirlər üçün tam anlamıyla parlaq bir dövr vəd edir. Uzun müddətdir özünü göstərmək üçün fürsət gözləyən Şirlər artıq səhnəyə çıxmağa hazırdır. Onların enerjisi, özünə inamı və liderlik qabiliyyəti ətrafdakı insanların diqqətini cəlb edəcək. Xüsusilə karyera sahəsində böyük irəliləyişlər mümkündür. Yeni vəzifə, maaş artımı və ya tamamilə fərqli bir istiqamətdə uğurlu başlanğıc ehtimalı yüksəkdir. Maddi baxımdan da vəziyyətin yaxşılaşması gözlənilir. Sevgi həyatında isə gözlənilməz tanışlıqlar və sürprizlər Şirləri sevindirə bilər. Əgər bu bürcdə doğulmusunuzsa risk etməkdən qorxmayın, çünki bu yaz ulduzlar sizin tərəfinizdədir. Daha sonra Tərəzi bürcü gəlir. Tərəzilər üçün son dövrlərdə yaşanan qarışıqlıq və qeyri-müəyyənlik artıq geridə qalır. Bu yaz həyatlarında daha çox aydınlıq və sabitlik hissi olacaq. Qərar vermək əvvəlki kimi çətin olmayacaq və düzgün seçimlər etmək daha asanlaşacaq. İş həyatında yeni imkanlar ortaya çıxa bilər. Faydalı tanışlıqlar və doğru əlaqələr tərəzilərin həyatında mühüm rol oynayacaq. Münasibətlər sahəsində isə harmoniya ön plana çıxır. Əgər əvvəl anlaşılmazlıqlar olubsa, bu yaz onları həll etmək üçün ideal zamandır. Tərəzilər üçün əsas məsləhət fürsətləri vaxtında dəyərləndirməkdir. Və nəhayət, balıqlar bürcü bu yaz balıqlar üçün ilham və yaradıcılıq baxımından olduqca zəngin bir dövr olacaq. Onların xəyal gücü və intuisiya qabiliyyəti güclənəcək. Bu da xüsusilə yaradıcı sahədə çalışanlar üçün böyük üstünlükdür. Yeni ideyalar yalnız düşüncədə qalmayacaq, real nəticələrə çevrilə bilər. Maddi vəziyyətdə də müsbət dəyişikliklər gözlənilir. Balıqlar üçün bu dövr həm də daxili rahatlıq və emosional balans deməkdir. Şəxsi həyatda xoş sürprizlər, yeni münasibətlər və ya mövcud münasibətlərin daha da möhkəmlənməsi mümkündür. Ümumilikdə bu yaz göstərir ki, ulduzlar bəzi bürclərə xüsusi şans təqdim edir. Lakin unutmaq olmaz ki, uğurun əsas açarı hər zaman insanın öz əlindədir. Fürsətlər qarşınıza çıxa bilər, amma onları dəyərləndirmək sizin qərarlarınıza bağlıdır. Əgər siz də bu şanslı bürclərdən birisinizsə, bu yazı maksimum dərəcədə dəyərləndirməyə çalışın. Yeni addımlar atmaqdan çəkinməyin, özünüzə inanın və qarşınıza çıxan imkanları qaçırmayın. Bəlkə də həyatınızın ən uğurlu dövrlərindən biri məhz indi başlayır.